Salam Vüsal bəy, hər vaxtınız xeyir, necəsiz? Salam Əxan bəy, hər vaxtınız xeyirli olsun. Çox sağ olun, siz necəsiz? Yaxşı olasınız, minnətdaram. Belə, deməli, bizim bugünkü görüşümüz olacaq ticarətlə bağlı artıq əməliyyatlara keçid edirik. Bu görüşlərə qədər biz anbarla bağlı maliyyədə müvafiq hesabların adlandırılmasıdır, əməkdaşların işə götürülməsidir, bu mövzularla bağlı danışdıq. Bəli. İndi artıq əməliyyatlara keçid edirik ticarətdən. Daxil olarsa zəhmət olmasa ticarətə. Anbarla bağlı aparılacaq bütün əməliyyatlar ticarətdədir. Yəni alışdan tutmuş, geri almalar olsun, silinmələr olsun, hər bir şey. Bir sözlə, yəni anbara bağlı bütün əməliyyatlar ticarətdə gedəcək. Sadəcə əməliyyatlara keçməmişdən öncə ticarətdəki digər hissələrlə bağlı məlumat vermək istərdim sizə. İlk növbədə dövriyyə hesabatı var. Vacibi hesabatlıqlardan biridir. Hansı ki, biz anbarda xatırlayırsınızsa, anbar hesabatına baxmışdıq. Orada cari vəziyyəti görürdüksə, hansı malda nə qədər var əlimizdə. Dövriyyə hesabatı sizə hərəkətliyi də göstərəcək. Sol tərəfdə filtrdə istənilən tarix intervalını təyin edib, məhsulların anbar üzrə hərəkətini görə biləcəksiniz. Nə qədər olub, nə qədər girib, nə qədər çıxıb, dövrün sonuna nə qədər var. Hətta anbarda olmayan malın belə hərəkətini izləmə imkanınız olacaq. Və bununla yanaşı da sağ tərəfdə hər məhsulun qabağında da diqqət eləsəz, göz işarəsi var. Daxil olma, xaric olma sənədlərinin hər birisində burada bəli, izləmə imkanınız var. Hansı istiqamətlərdən giriş olub, hansı istiqamətlərə çıxış olub, hər bir sistem burada sizə göstərəcək və XL çıxarışlar da öz yerində. Bu daha çox sizə lazım olar sifarişləri verəndə, məhsul alacaqsınız, sifariş yazmaq istəyirsiniz. Yəni məhsulların ümumi dövriyyəsinə baxmaq istəyirsiniz, hansı məhsulda nə qədər çox tələbat var, satış olub. Bu dövriyyə hesabatı çox vacibi hesabatlıqlardandır. Burada izləyə bilərsiniz. Biz o iPhone var orada, daxil olmaya 3 dənə göstərir, xaric olmaya 2 dənə göstərir. Bəli, tam üzərindəsiniz. Gözə klikləsək orada daxil olma sənədində giriş istiqamətini görəcəyik ki, filan 17 martda almışıq 3 ədəd, Çindən almışıq. Xaric olmada da ki, satış istiqamətlərini bizə göstərir ki, 17-sində bir də 19 martda bir ədəd satılır. Daha sonra yuxarıda satışların hesabatı var. Burada məhsul satışlarınızı izləmə imkanınız olacaq və burada hər bir məhsulun sistem sizə mənfəətinə qədər izləmə imkanı verir. Endirimlərini görə bilirsiniz, hər məhsula görə nə qədər endirim vermişsiniz. İndividual, hər məhsul üzrə hesabatdır bu. Bəli, sağa da versək orada, alıcı falan hər bir şey bəli öz əksini tapır. Alışlar var daha sonra yuxarıda. Alışlarda da eyni ilə aldığımız malları ad-ad alışın burada izləyə bilirik. Kimdən almışıq, nə vaxt almışıq, neçə ədəd almışıq, hansı qiymətlə almışıq. Detallı burada isə məhsul bizə hesabatı verir. Cədvəl tənzimləmələri də anbarda, maliyyədə olduğu kimi hər yerdə var. Burada da istənilən sütunları saxlayıb, istənillərini çıxardıb tənzimləmə edə bilərsiniz. Təkliflər bölümü var daha sonra. Təkliflər bir növ çernovik sənəd kimi nəzərdə tutulur. Qiymət təklifi adından görsəndiyi kimi kimlərəsə qiymət təklifi göndərə bilərsiniz və yaxud da ki, özünüz mal zakaz vermisiniz. Deyirsiniz ki, gələnə qədər hazırlayım, saxlayım elə alış qayməmi ki, bir də mal gələndə vaxt itirməyim alış işləməyə. Burada yeni təklifə klikləyərək invoicelər formalaşdıra bilərsiniz. Özünün ayrıca sənəd forması da var. Qiymət təkliflərinizi buradan idarə edə bilərsiniz. Burada ki, qarşı tərəf, anbar tələb olunmur. Hətta məhsuldan anbarda olmasa da belə təklif qayməsinə daxil edə bilirsiniz məhsulu. Yeni mal da adlandırmaq istəsəniz, orada yaşıl plus işarəsi var, adlandıra da bilirsiniz. Verdiyiniz qiymət təkliflərini buradan qeyd edib təsdiq edə bilirsiniz. Təklif düşür və sonradan artıq bir də təklif okeyini tapandan sonra bir də gedib addenlə əməliyyatlarda satış əməliyyatı işləməyə ehtiyac yoxdur. Elə o 3 nöqtə ki var sol tərəfdə. Onun üzərinə gəlsə görürsünüz, bu təklifi alışa da çevirə bilirsiniz, satışa da çevirə bilirsiniz, idxal alışına da çevirə bilirsiniz. Çevirdiyiniz təqdirdə də bu təklif silinmir. İndi ticarətdə əməliyyatlarda bir qaralama bölümü də olacaq, oranı da göstərəcəm sizə. Yəni onunla bunun fərqi bundadır ki, bu təklif silinmir. Olduğu kimi qalır ki, sabahçı gün bu təklifi mən hansı satış qayməsini çevirmişəm, üzləşdirmək istəsəm, yəni siverka aparıram. Burada qayməyə çevrilən təklifləri də izləmə imkanınız olacaq və hətta istəsəz satış yarata bir dənə klikləyin.
deyək ki, test üçün çevirək bunu satış qayməsinə. Tamam. Qarşı tərəf qeyd edirik bir dənə. Məhsullar zaten öz avtomatik düşür və təsdiq edirik bunu. Qarşı tərəf yəqin paslaşır, təchizatı seçmisiniz. Satış eləmişsə deməli mən müştəri seçməliyəm ki, əməliyyat. Bəli, tamamilə doğrudur. Bəli. İndi burada hansı proses baş verdi? Və bu təklif sənədi silinmədi. Bu arada burada bir dənə yeni sütun aktivləşdirərik. Onun üçün sağ tərəfdə görürsünüz, təklif qayməsinin nömrəsi var. TKP 2025-12. Bəli. İndi burada bağlıdır. Bir dənə çarx işarəsini yuxarıda klikləyərsiniz. Tamam. Burada əlaqəli sənədlər deyə bir bölmə olacaq. Bağlıdırsa yuxarıda standart sütunlara bir dənə checklist qoyarsınız ki, bu təzə bir xidmətdə tətbiq olunub sistemdə. Çox gəldi artıq. Aşağıda yadda saxlaya klikləyərsiniz. İndi orada görürsünüz, təklif sənədinin qarşısında təsdiq getmədi təklifdə. Test hesabı da ola bilsin ki, belə testinglər normaldır belə şeylərin olması. Təklifi elə bir çevirdi axı qaymaya. Çevirmədi. Yəni çevirdi istəyir, bir də yoxlayaq. Bir də yoxlayaq zəhmət olmasa, bəli. Satış yarar. Bir dənə refresh edək zəhmət olmasa. Görürsünüz, artıq təklif sənədin 2 dənə hansı biz satışlara çevirmişik, ikisini də göstərir bizə burada. İkisi də düşdü. Bəli, ikisi də düşdü. O ola bilsin ki, internetlə əlaqəli olur. Həm 99 nömrəli satışa çevirmişik, həm də 100 nömrəli. Bu həm də sizə hansı təklifləriniz gözləmədədir, hansı təkliflər artıq icra edilib, onu izləmək imkanı verəcəksiniz. Əla. Müqavilələr bölümü var daha sonra yuxarıda. Alış və satış istiqamətində olan müqavilələrinizi burada tanıtmaq imkanınız var. Müqavilələr həm də sizin xərc mərkəzləriniz sayılır. Xərc mərkəzi dedikdə misal olaraq belə bir nümunə verim ki, tikinti şirkətləri misal olaraq prospektdən istifadə edən tikinti şirkətləri adətən bu müqavilələrlə layihələrini formalaşdırırlar. Bu layihə üzrə nə ambarda materiallar silinir, hansı xərclər olur, əmək haqqıları nə olur, müqaviləyə bağlayırlar və yekunda sistem müqavilənin rentabelliyini sizə verir ki, bu müqavilə üzrə bu qədər satış oldu, bu qədər xərc oldu, bu qədər silinmiş material var və nəticədə bu qədər qazanc var. Lakin sizdə layihə istiqaməti deyilsə, müqavilələriniz üzrə misal olaraq rəsmi deyək ki, əməliyyat aparırsınız qarşı tərəflə, müqaviləyə əsasən satış edirsiniz və ya da ki, alış edirsiniz. Alış və satış istiqamətində olan müqavilələrinizi burada tanıtmaq imkanınız var. Eləcə də sonradan da bu müqavilə üzrə hansı əməliyyatları aparmısınızsa, hansı dövrlərdə satışlar icra olunubsa, müqaviləyə bağladığınız təqdirdə gəlib burada detallı baxış butonunda da, yəni göz işarəsində bu müqavilə üzrə aparılmış əməliyyatların hamısını izləmə imkanınız var. Məsələn, bu müqavilə təzə əlavə edilib, hələ ki, heç bir əməliyyat getməyib bundan. Ona görə boşdur. Müqavilənin əlavə edilməsi də çox rahatdır. Sağ tərəfdə yeni müqaviləyə klik edib, sadəcə qarşı tərəfin adını kimlə bağlayırıq müqavilənin, yeni müştəri adı olsa, qara plus işarəsi var, oradan adlandıra bilərik. Müqavilənin xidmət yönümlümü, yoxsa fiziki məhsul yönümlümü müqaviləsi olduğunu burada təyin edirik və istiqamət bir də burada əsas önəmli hissələrdən biri ki, öz tərəfimizdən baxmaq lazımdır. Əgər biz mal aldığımız adamla müqaviləmizi tanıdırıqsa, alışdır. Biz satacağımız adamla müqavilə bağlayırıqsa, satış istiqamətində edirik. Burada seçirəmsə, burada satış seçəcəm. Bəli, əgər təchizatçı ilə müqaviləmizi tanıtmaq istəyirsə, o zaman alış seçəcəyik. Müqaviləyə özü avtogenerasiya ilə nömrə verir sistem, lakin bununla yanaşı deyə bilərsiniz ki, mən özüm müqavilələrimə nömrə vermək istəyirəm. Elə olduğu təqdirdə belə avtogenerasiyadan checklisti götürür müqavilələrimizi
nömrələnməsini burada təyin edə bilərik. Məsul şəxs default olaraq bəli seçilir burada. Zaten icra edən menecer kimdirsə, onun adı avtomatik düşür. Əlaqəli tərəflərə ehtiyac yoxdur. Bu zəruri xana deyil. Bu vasitəçi, üçüncü bir tərəf varsa, bu müqavilə bağladığınız şəxslə və yaxud da ki, şirkətlə aranızda vasitəçi tərəf kimi üçüncü bir tərəfi qeyd etmə imkanınız var. Yoxsa əks təqdirdə zəruri xana deyil. Əsas vacibi xanalardan biri müddət məsələsidir. Yəni müqavilənin başlanma bitmə tarixi təyin edirik burada. Hətta müddətsiz seçimi də var orada. Yəni müqavilə ola bilər ki, adətən 1 illik olur. Amma müddətsiz də eləmək mümkündür. Və bu məbləğ üçün də keçərlidir. Bu da adətən limitsiz olur. Amma bəzən görürsünüz ki, müqavilələrə limit də təyin edirlər ki, atıram bu satış müqaviləsi üzrə biz 100 minlik yanlı satış eləyə bilərik və yaxud da ki, alış eləyə bilərik. Bəlli bir məbləğ dövriyyəsi də təyin etmə imkanınız var. Bununla yanaşı satış istiqamətində olan müqavilələrinizə razılaşma protokollarınızda, yəni müqaviləyə əlavələri də daxil etmə imkanınız var ki, hər bir müqavilə üzrə bir əlavə etmə imkanınız var və bunun nəticəsində sistem sizə öhdəliklər üzrə hesabat da verəcək. Əlavələrin də, yəni razılaşma protokolunun da əlavə edilməsi ən yuxarıya gələrsiz zəhmət olmasa. Orada görürsünüz satış istiqamət əlavə bölümü var. Bəli, burada razılaşmaya əsasən müqaviləyə əlavələr, hansı mallar təhvil verilməlidir müştəriyə? Buradan kataloqdan əlavə etmək imkanınız var. Və nəticədə sistem öhdəlik hesabatında siz sonradan satış edib artıq bu müqaviləyə bağladıqca protokola da məhsullar əlavə edib sayılar yazmısınızsa təhvil veriləsi sayılır. Sistem artıq öhdəlik hesabatında sizə göstərəcək ki, misal olaraq atıram kreslo 5 dənə təhvil verilməli idi. Siz satıb bağlamısınız artıq qaynaya. Öhdəliklərdə göstərəcək ki, atıram 5 dənə təhvil verilməli idi, 3-ü təhvil verilib, 2-si qalıb deyək. Onunla bağlı öhdəlik hesabatı da əldə etmə imkanınız var. Hətta burada ambarda olub olmadığını göstərir. Bəli. Sual verə bilərəm yoxsa yox? Bəli. Daha sonra müqavilə ümumi məlumat hissəsində bir dənə də yer qaldı. Zaten müqavilənin özünün sənəd forması var. Bununla yanaşı da əgər öhdəliklərlə bağlı oraya toxunum, sonra bunu deyərəm. Deyək ki, məsələn, öhdəliklərdə ola bilər ki, təcili müştəriyə çatdırılacaq məhsullar ola bilər də. Hətta onun üçün onunla bağlı ayrıca tarix də. Görürsüz, öhdəliklər üzrə son icra tarixi. Yəni misal olaraq 5 dənə məhsul mən protokola əlavə etmişəm. Ondan 2 dənə məhsulu mən filan tarixdə artıq təhvil verməliyəm. Müştəriyə artıq söz verilib də deyək ki. Konkret onunla bağlı ayrıca da bir tarix yazmaq imkanınız var. Və müqavilənin əsas səhifələrini, yəni imzalanıb müştəriyə təhvil göndərdinizsə və yaxud da ki, təchizatçınız sizə göndərmişdi, imzaladınız, bir nüsxəsi sizdə qaldı, bir nüsxəsini qaytardınız ona. O nüsxəni misal edək ki, skan edib, ətət edib burada saxlaya da bilərsiniz tərkibində. Adətən bu alışlarda sizə ehtiyac olar. Çünki satışlarda zaten özünüz müqavilə forması göndərirsiniz deyə qarşı tərəfə, onunla bağlı şablon özünüz hazırlaya bilərsiniz və nəticədə onu müqavilənin bir də tərkibinə ətəc edib saxlamaq ehtiyac yoxdur. Zaten müqavilənin özünün forması olur. Sonra aşağıda əlavə təklifirsiniz, müqavilənin təsdiqi tamamlandı. Məlumatlar yadda saxlandı. Bu qədər. İstehsal bölümünə bu görüşdə yox, istehsal biraz geniş hissə olduğuna görə onunla bağlı ayrıca bir dənə görüş inşallah keçirdəcəyik sizlə. İndi inşallah əlavə sizin bu danışdıqlarımla bağlı sualınız varsa, buyurun. Yoxdursa əməliyyatlara keçid edə bilərik. Yox, burada mən filtrlərə baxdım ki, müqavilənin müddəti aktiv olanlar, bitənlər, bunlar da ayrıca mənə göstərə bilir. Bəli. Yəni müqavilənin vaxtı bitmiş müqavilənin vaxtını uzatmaq istəsəm bəs necə etməliyəm? Əlbəttə, elə burada bitib hissəyə, deyək ki, misal olaraq gəldiniz burada müqaviləni axtardınız, adı çıxmır. Müqavilənin bitmiş hissəyə keçdiniz, müqaviləni tapdınız burada. Düzəliş edirsiniz müqavilənin tərkibinə. Gəlib burada müddət deyək ki, misal olaraq 4 maddə bitib, vaxtını uzadıb və deyək ki, 26-cı ilin 4 martına qədər uzadırsınız vaxtı. Və artıq o bitib hissədən çıxır, yenidən aktiv müqavilələriniz arasına əlavə olunur. Aydın. Başqa nə kimi sualınız var, Vüsal bəy? Bu hissələr aydındır. Burada bir də yazışma bölməsi gördüm.
Bu nə işə yarayır? Bu yazışmalar ümumiyyətlə yeni tətbiq olunan xidmətlərdən biridir. Tək müqavilələrdə yox, istehsalatda da var. İnşallah əməliyyatlara keçiriləndə əməliyyatları da görəcəksiniz. Bu bir növ əlavə sənəd və yaxud da ki, müqavilə ilə bağlı qeydlər aparmağınız üçün bir daxili çat deyək bir növ yazışma bölümüdür. Hansı ki, indi adətən istehsalatda bu daha çox maraqlı olur şirkətlərə. Müqavilələrdə ola bilər ki, əlavə sənədlər var, qarşı tərəfin göndərmiş olduğu. Müqavilənin tərkibində cəmi 5 dənə sənəd, 20 megabayta qədər 5 sənəd forması icazə verir sistemi yükləməyə. Amma burada siz əlavə də 20 megabayta qədər əlavə sənədlər də bura yükləmə imkanınız var. Eləcə də qeydlər apara bilərsiniz. Hansı əməkdaşsa bu müqaviləni tanıdanda ola bilər tenderlə bağlı müqavilə daxil edirsiniz bura. Məlumat yazmaq üçün daxil, hətta videoya qədər burada yükləyib saxlamaq imkanınız var. Daha aydın. Sonra bu yaddaşda qalır, mən qaydanda bu görə. Əlbəttə, bəli. Və təbii ki, o da səlahiyyətləndir. O da istifadəçi hüquqlarına bağlı bir hissədir. Sonradan o yazışmada deyək ki, qeyd apardı, düzəliş etməkdir. Ümumiyyətlə bu yazışmanı görməkdir. Bunlar hamısı səlahiyyətlərə bağlı hissələrdəndir. İcazə verdiyiniz şəxslər görə biləcəklər və yaxud da ki, orada müvafiq dataları yaza biləcəklər. Əks təqdirdə icazə verməmişsə görünməyəcək. Aha. Biz burada müqaviləni hazırladıq. Bunu sənədini mən necə görüm, çap edib göndərmək üçün? Sol tərəfdə göz işarəsinin yanında belə endirmə işarəsi var. Bəli, sistemin vermiş olduğu şablon var burada. Gördüyünüz kimi Vista şablonlar var. Bunun üzərində də özünüz düzəldə bilərsiniz müqavilə və yaxud da ki, bu öz şablonunuzu da individual hazırlayıb yükləyə də bilərsiniz. Bir dəfə hazırlayırsınız elə bir, yüklürsünüz sistemə. Ondan sonra tərkibi yeni müqavilə bağlandıqca tərkibin özü dəyişir sistem. Aha, əla. Bu sənədlərlə bağlı da ayrıca bir görüşdə biz detallı keçərik üzərindən. Yəni sənədlərlə bağlı bütün hissələrdə, istər maliyyədə, istər əməliyyatlarda, istər müqavilədə, istər istehsalatda çap formaları sistemdə mövcuddur. Bir dəfə şablon hazırlayırsınız. Default sistem şablon verir. O şablonda da dəyişiklik edə bilərsiniz və yaxud da ki, mövcud öz şablonunuzu da hazırlayıb sistemi yükləyə bilərsiniz. Aha. Müqavilə hissəsi aydın. Başqa sual? Bəli. Əməliyyatlara gələrik o zaman. Əsas tez-tez, yəni işinizin gedəcəyi hissə bu hissədir. Sağ tərəfdə diqqət eləsəz, yeni əməliyyat yazıb, yeni əməliyyata klik edirik. Ticari əməliyyatlar yuxarıda görmüş olduğunuz satış, alış, idxal, geri alma, geri qaytarma, transfer, silinmə, artırma, azaltma. Bunlardan ibarətdir. Bildiyiniz kimi sistem mənfiyə düşmənin qarşısını almaq məqsədi ilə bəlli yoxlamalar aparır. Yəni ki, realda olduğu kimi əlimdə o maldan varsa sata bilirəm, yoxdursa sata bilmirəm. Bəzi sistemlər var, görürsünüz, icazə verir mənfiyə düşməyə. Amma burada bir mənalı olaraq sistem buna icazə vermir. Odur, diqqət eləsəz, iki cür alış var. Alış və idxal alışı. Sual yarana bilərsə, nəyə görə ayırmırsınız? İkisi də alışdır nəticədə. Ayırmaqda məqsəd odur ki, yerli alışlar üçün, yəni ölkə daxilində mal alıramsa alış əməliyyatı ilə, xaricdən gətirirəmsə, o zaman idxal alışı ilə ambara mədaxil edəcəyik. Ayırmaqda məqsəd ikinci səbəb də ondan ibarətdir ki, idxalda bildiyiniz kimi bəlli bir xərclər yaranır, invoice-dan əlavə, yəni malın pulundan əlavə. Rüsum veririk, daşınma ilə bağlı, saxlanma ilə bağlı və s. bəlli bir xərclərimiz yaranır. Siz idxal alışında malın qiyməti ilə yanaşı çəkilən xərcləri də qayməyə əlavə eləmək imkanınız olur ki, nəticədə sistem maya dəyərini sizin üçün formalaşdırır. Misal olaraq, gəlin bir dənə test əməliyyatı qısa ilə aparaq. Qarşı tərəf burada qeyd edirik, kimdən alırıq malı. Ambar qeyd edirik, hara mədaxil edirik. Real time əməliyyatdır idxal nəzərinizdə olar. Çünki bəzən görürsünüz, yolda olan malları şirkətlər istəyirlər ki, xərcləri bura bağlasınlar. İdxal belə bir prosesdir, bildiyiniz kimi. Gəldik, gömrüyə girdisə artıq, deməli onu mən işləyə bilərəm. Yox, mal elə yoldadırsa, biz onu işləyə bilməyəcəyik. Onun üçün də əlavə variantlar var. Addenli bir yolda olan mallar deyə ambar aça bilərsiniz. Malları oraya prikod edə bilərik. Mal gələndən sonra transferini əsas ambarınıza göndərə bilərik. İşin gedişatında onu özünüz qərar verirsiniz. İdxalda bütün əməliyyatlar demək olar ki, ümumi məlumat hissəsi eynidir. Qarşı tərəf ambar seçdik. Daha sonra alacağımız məhsulları burada qayməmizə əlavə edirik. Hətta diqqət eləsəz orada
yaşıl plus işarəsi də var idi. Çünki ola bilər yeni adda da mallar gətirə bilərəm mən mövcud mallarımla yanaşı. Bir də ambara gəlib yeni məhsul adlandır etmək olmasın deyə elə burada yerindəcə də yaşıl plus işarəsinə bəli klik edib məhsullarımın adlandırılmasını buradan yerindəcə etmə imkanınız var. Malları burada əlavə edirik. Deyək ki, manat qeyd elədiniz. İstəsəz yuxarıda valyutaları da dəyişə bilərsiniz. Sistem ambarda həm xarici valyuta ilə maya dəyərini göstərəcəksə, həm də manatla göstərəcək. Deyək ki, 150-dən alırıq. Okey, 200 qiymətləri yazdıq. Say dərəsindən deyək ki, 3, 2, 5 belə istənilən sayı yaza bilərsiniz. Bu oldu invoice tərəfi. Deyək, toplam bizim invoice'imiz oldu $1360. Bu hansı ki, qarşı tərəfə mala görə verəcəyimiz puldur. Aşağıya gəlirik daha sonra. Gəlir bizim xərclər bölümümüz. Əməkdaş bizdən tələb edilir. Əməkdaş, yəni gömrük ilə bağlı işləri kim gördü, sistemi kim işlədi. Əməkdaşımızı seçirik. Daha sonra sağ tərəfdə kataloqdan seçdə biz gömrük ilə bağlı xərclərimizi, xatırlayırsınızsa keçən görüşdə maliyyədə xərc maddələrində biz gömrük xərclərimiz var idi. Orada gömrük tipli xərcləri formalaşdırırıq ki, yalnız o xərclər burada qabağımıza çıxmalıdır. Və indi hansı xərclərimiz bizim olubsa, xərcləri əlavə elədik. Valyutasını seçirik ki, ölkə daxilində proses getdiyinə görə manatla olacaq xərclərimiz hamısı. Hesab növümüzü seçirik. Ola bilər ki, bir xərcimizi nağd vermişik, bəyannaməli rəsmi şəkildə bankla ödəmişik. Yəni burada istənilən hesabınız üzrə əməliyyatı aparmaq imkanınız var. Hesabımızı seçirik daha sonra. Hesab balanslarını da izləyə bilərsiniz hətta burada. Çünki kassada pul olmadığı təqdirdə elə orada i hərfi var qabağında info. Bəli. Bəli, qədər çıxar. Bəli, qalıq pulu göstərir. Çünki əgər kassada pul olmadığı təqdirdə əməliyyat təsdiqlənir, amma rasxodlar oturmur. Buradakı rüsumla bağlı xərclərimizi qeyd edirik. Tamam. İndi bu 500 manatı sistem proporsiya üzrə bölgü aparır. Yəni nəzərinizdə olsun. Çünki xərclərin bölüşdürülməsi individual da ola bilər. Amma ən çox müşahidə olunan proporsiya üzrə olduğuna görə sistem bərabər şəkildə mallar arasında bölüşdürür. Yəni bu da necə edir? 500 manatlıq bizim xərcimiz oldu. Bunu öz avtomatik çevirdi dollara. Çünki invoice'umuz dollarlandı. $294. İndi bu $294 $1360 mal alırdıq da. 294-ü böləcək 1360-a qaymənin cəm dəyərini. Faiz nisbətini tapacaq. Daha sonra həmin o faizi hər bir məhsulun vahidi arasında elə bir toplam, bu səfər məhsulun toplamına böləcək. Hər bir məhsulun toplamına. Aşağıya gələrsiniz zəhmət olmasa. $294 elə bir sistem bizim üçün bərabər şəkildə bölüşdürdü. Və burada dedi ki, 150-yə 21% xərcimiz yarandı. Bizim 294 21% xərc elədi. 150-yə başa gəlmiş məhsul 182-yə gəldi, bizə oturdu. $200 aldığımız 243-ə, $70 aldığımız $85 başa gəldi. Çox vaxt şirkətlər deyirlər, ay yox, mənim kənarda Excel'im var, orada özüm hesablama aparıram. Sizi inandırım ki, belə deyən şirkətlərin hamısında idxalı işləyəndən sonra görmüşük ki, demək olar ki, üst-üstə düşür. Sistemin hesablaması ilə onların kənarda apardıqları Excel'dəki hesablama. Maksimum orada sent, 1 sent, 2 sent belə fərq ola bilər. O da Excel'dəki yuvarlaqlaşdırmaya görə. Amma aşağı-yuxarı eyni olur. Bir şeyi də nəzərinizə çatdırım ki, deyək ki, sistem hesablamanı verdinizsə bu maya dəyərinə. Amma deyə bilərsiniz ki, misal olaraq 182,439 yox, elə bu 185 nə istəyirəm gedib otursun mənim ambarıma. Yəni maya dəyərini özünüz də burada manual şəkildə dəyişib hansı qiymətini istəyirsinizsə o qiymətlə ambara mədaxil eləmə imkanınız var. Təsdiq etməmişdən öncə yuxarıya gələrsiniz. Bizim xərclər bölümündən sonra bu bizim birbaşa kassadan, hesablarımızdan çıxan xərclərimizdir. Amma elə xərcləriniz yarana bilər ki, deyə bilərsiniz misal olaraq, mən broker xidmətindən istifadə edirəm. Bu broker idxal olur, ayın sonunda mənə qaymə kəsir. Və mən onun pulun deyək ki, qaymə kəsəndən də bir həftə sonra ödəyirəm və yaxud da bir 10 gün sonra ödəyirəm. Belə halda mən nə etməliyəm? Belə olduğu təqdirdə biz xidmət kimi o qayməni alış eləyəcəyik. Daha sonra aşağıda diqqət eləsəz, qaymə üzrə ödənişlər bölümü var. Aldığımız o xidməti buradan gəlib qaymə kimi bura bağlayacağıq ki, həmin o broker xidmətinə kreditor borcumuz olduğu kimi qalmış olacaq, amma
Məsələn, burada qaymə seçdik, test kompani 404 manatlıq xidmətdir. Quş qoyuruq bir dənə qabağına əlavə etə. Bəli. Təsdiq edirik. Və deyirik ki, məsələn, burada bölüşdürmə də eləyə bilərsə. Deyirsiniz, məsələn, 404-dür. Bu 404 qaymədən 104 manatı deyək ki, bu idxalın maya dəyərinə gedib otursun. Yəni özünüz burada tətbiq olunan qiymət də qeyd etmə imkanınız var. Üçüncü sənədsiz ödənişlərdir. Sənədsiz ödənişlərdən elə də tez-tez istifadə olunmur. Bu hansı hallarda lazım ola bilər sizə? Yəni elə xərcləriniz olur ki, şirkət kassasına bir aidiyyatı yoxdur. Biz misal olaraq bu deyək ki, gömrükdə bu Azərbaycan reallığıdır. Şirinlik 10 manat kimisə cibinə bastım ki, sənədlərimi qabağa aparsın, biraz da tez bazar işimi həll eləsin mənim. Şirinlik verdim kiməsə. Yəni o şirkət kassası ilə aidiyyatı olmayan bir şeydir. Mən öz cibimdən bunu verdim, öz işimin tez bazar bitməsi üçün. Burada daxil edəcəyiniz xərc maya dəyərinə oturacaq, amma kassanıza heç bir təsir olmayacaq. Yəni adından da görsəndiyi kimi sənədsiz ödəniş. Burada soruşmadı məndən bu pul hardan xərclənilir? Kassa seçmədim. Bəli, kassası belə onu demək istəyirəm ki, yəni bu sizin şirkətdəki yuxarıdakı əlavə xərclərdə bank nağd soruşdu bizdən. Buradakı hesaba ehtiyac yoxdur. Biz sadəcə məbləği yazırıq, birbaşa gedir maya dəyərinə oturur. Kassadan bu pul vəsaiti 20 manat çıxmayacaq. Yəni hesablarımız xərc hesabatında da görünməz. Bəli, xərc hesabatında da sadəcə malın maya dəyərinə gedir oturur. Aha, anladım. Yəni sənədsiz. Ona görə deyirəm ki, bu adətən bundan belə də istifadə olunmur. Sadəcə hər ehtimala qarşı burada yəni sistemdə tətbiq eləmişik. Şimdi ola bilər də elə bir vaxt ola bilər ki, gərəkli ola bilər. İstifadə edə bilərsiniz. Və ən yekunda da qiymətlər formalaşdı. ƏDV bölümü var. Hansı ki, elə şirkət var. Adətən ƏDV-ni maya dəyərinə aidiyyatı yoxdur. Ayrıca burada görürsünüz, addi qarşı tərəf bizdən tələb eləyir sistem. Burada artıq Dövlət Gömrük Komitəsini biz adlandırırıq. Yaşılda zaten adlandırılıb, bəli. Və ƏDV üzrə nə qədər ödənməlidirsə, sistem özü hesablayır. Burada biz sadəcə onu qaymaya çevirdiksə, deyək ki, $310-dur. Manatla təxmini deyək ki, 311 vurulsun 1.7. 1.7. Təxminən 529 manat ki, ƏDV-miz oldu. Bunu özümüz hesablayıb yazırıq burada. Ki, ƏDV, indi hansı hallarda ƏDV maya dəyərinə otura bilər? Hansı ki, ƏDV ödəyicisi deyil qarşı tərəf. Mal sadələşmiş vergi ödəyicisidir. Mal gələndə amma rüsum ödəyir, ƏDV ilə bağlı, yəni vergisini ödəyir. Onu elə şirkət var görürsən, burada ƏDV-li əməliyyatları aparmır, bax ƏDV ödəyicisidir ya. Amma hər bir şey deyir ki, ƏDV daxil aparacağıma görə istəyirəm ki, ƏDV də malın maya dəyərinə otursun. O zaman ƏDV-ni burada yox, yuxarıdakı xərclər var idi, bank xərcləri, rüsum falan qeyd elədik. Burada elə rüsumun və ya da ki, bəyannamənin pulunun üzərinə gəlib qeyd eləyə bilərsiniz ƏDV-nin də pulunu. Çünki bəyannamədə ədəbi qeyd olunur. Amma ya da ki, istəsəz addi bir xərc maddəsi də maliyyədə formalaşdırır. Üçüncü bir ad kimi əlavə edib. Əlbəttə, bəli, eləmək olar. Amma dediyim kimi, daha məqsədə uyğundur ki, ədəbi ayrıca qeyd olunmalıdır. Çünki ədəbinin bizim maya dəyərinə falan aidiyyatı yoxdur. Təsdiq və növbəti keçid prosesin tamamı icrası tamamlandı. Xərclə bağlı gəlmiş bir bildirişdir. Diqqət elədisə, xərclərin qabağında tarix də var idi. Sistem belə bir bildiriş verir ki, ola bilər ki, mən idxalı eləmişəm ayın 19-u, xərcləri ayın 27-si deyək ki, ambarıma daxil edirəm. Alışımı 19-nu edirəm, xərcləri 27-sinə daxil etmək istəyirəm. Orada tarixləri də özünüz dəyişiklik ediniz təqdirdə hər halükarda bu bildirişi sistem verirsə. Davam etə bilsəz təsdiqlənəcək. Bunlar gedib ambarımıza mədaxil oldu. İndi artıq keçib satışları icra edə bilərik. Satış prosesi də eyni ilə alışa bənzərdir. Yəni ümumi məlumat hissəsi eynidir. Bu səfər satdığımız şəxsi seçirik ki, kimə satırıq. Ambarımızı qeyd edirik. Satacağımız məhsulları əlavə edirik. Burada məhsul axtardan da əlavə edə bilərsiniz, kataloqdan seçdən də əlavə edə bilərsiniz. Sağ tərəfdə lupa işarəsi var. Məhsulların siyahısını da buradan açıb, buradan da icra edə bilərsiniz, əlavə edə bilərsiniz. Variantlar çoxdur. Hansı hissə rahatdırsa, o hissə ilə məhsulları əlavə etmə imkanınız var. Əlavə olunan məhsulların satış qiymətini sayını qeyd edirik. Missiya satışdırsa,
sadəcə aşağıda gəlib təsdiq edə klikləyirik. Yox, əgər qarşı tərəf yerindəcə ödənişini də elədisə bizə, ödəniş qəbul etmə imkanımız da var. Hesabı bizdən sistem istəyir. ƏDV-li satış elədiyimiz təqdirdə, məsələn, yuxarıda sistemində ƏDV aktivdir deyə, görürsüz, 97,25 qəpik əsas, amma 17,50 qəpik də ƏDV-sinin toplamda 114. Amma desəz ki, yox, mən ƏDV daxil satmaq istəyirəm, o zaman o ƏDV-liyə bəli klikləyib ƏDV daxilə də çevirə bilərsiniz ki, sistem artıq o 17 manatı birbaşa gələcək satış qiymətinin üzərinə və özü avtomatik satış qiyməti çıxardacaqsınız. Ödənişi də əgər nağd satırıqsa, ödəniş bəli təsdiq etə klikləyirik. Satışın icrası tamamlandı. Neçə satdığımız təqdirdə isə dediyim kimi çeklisti qoymuruq və burada görürsünüz sistem bildiriş də verdi sizə ki, əgər maya dəyərindən aşağı satırsınızsa məhsulu, ola bilər bilərəkdən sata bilərik və yaxud da ki, yanlışlıqla satış qiyməti təyin edə bilərik. Sistem bununla bağlı bildiriş də sizə verir ki, maya dəyərindən aşağı satılan mallar var, filan mallar da özünüz manual şəkildə düzəliş aparıb qiymətləri dəyişə bilərsiniz. Burada göstərdi bu parçanın maya dəyərindən aşağı satır. Mən bu maya dəyərinə necə baxa bilərəm burada? Burada elə sağ tərəfdə görürsünüz qara plus işarəsi var. Qaimədən seç. Bəli. Bildiyiniz kimi sistem həm FIFO metodu ilə işləyir. Yəni birinci girən, birinci çıxır ambardan. Amma bu hissədə siz partiyaları dəyişmə imkanınız da var. Ola bilər deyirsiniz ki, mənim köhnə partiyam biraz baha gəlib, təzə partiyam ucuz gəlib, o partiyadan satmaq istəyirəm. LIFO metodu deyirlər. Sonuncu girən, birinci çıxır. Burada indi bir partiya sizdə olduğuna görə indi bir dənə avtomatik onu seçib, amma bir neçə partiya olsa özünüz manual şəkildə dəyişə də bilirsiniz. Amma əks təqdirdə sistem özü köhnədəki partiyanı təmizlə cari dövrə gəlir. Var qiymətləri bahadır. Mən bura şərt rəqəmlər yazdım. Ona görə dedi ki, maliyyə. Bəli. Daha sonra yeni əməliyyata klikləyərsiniz. Alış əməliyyatı var. Alış da rahatdır. Elə idxaldakı kimi. Sadəcə idxaldan fərqli olaraq burada artıq xərclər bölümü yoxdur. Çünki mən ölkə daxilindən aldığıma görə də birbaşa filan malları alıram. Qiymətin sayını yazdım, təsdiq etdim, məhsulla gedib oturdu bizim anlarımıza. Eyni prosesdir gördüyünüz kimi. Bir-birinə bənzərdir. Satışa bənzəyir buranda. Bəli, eyni də satışa bənzər. Nağd alış eləmişəmsə, yerindəcə pulunu ödəmişəmsə, ödəyən şey eləyə bilirəm. Yox, əgər ödəməmişəmsə, təsdiq edirəm, missiya alış kimidir. Aydındır. Daha sonra yuxarıda geri alma əməliyyatı var. Öz tərəfimizdən baxmaq lazımdır. Geri alma adından da göründüyü kimi, yəni satmışdım, indi geri alıram. Müştəri gətirib qaytarır mənə. Bu geri alma əməliyyatı ilə icra olunur. Bir-birlərinə zaten geri alma, geri qaytarma isə bizim öz qaytarmalarımızdır. Yəni mən mal almışdım, indi təchizatçıya qaytarıram. Hər hansı bir X səbəbdən. Mahiyyət etibarilə bütün əməliyyat icrası eynidir ikisinin də, geri almada, geri qaytarmada. Sadəcə fərq ondadır ki, geri almada mal anbarımıza qayıdıb düşür, geri qaytarmada isə anbarımızdan çıxır məhsul. Qarşı tərəf tələb olunur bizdə burada. Deyək ki, bir dənə istəyirsiniz, vazqrat eləyək hər hansı bir müştəridən. Məhsulu, anbarı seçirik. Burada indi məhsulu axtardan da əlavə eləyə bilərsiniz və yaxud da ki, sağ tərəfdə diqqət eləsəz, barkodun yanında belə yaşıl pəncərə, bəli. Yəni, konkret bu satışımı vazqrat eləmək istəyirəm. Burada sistem satılmış qaymələri göstərir sizə. Push qoyursunuz bir dənə qabağına, bəli. Təsdiq edirsiniz aşağıda. İmенно o qaymədə olan malları sizin üçün sistem atır qayməyə. Görürsünüz, 3 dənə məhsul gəldi, düşdü bura. İndi ola bilər hansısa bir məhsul istəmirsinizsə, deyirsiniz, divanı boş gətirib qaytarıb, digər ikisini qaytarmayıb. Bəli, oradan çıxarda bilərsiniz. Burada daha sonra əgər ƏDV-li satmışdıqsa, ƏDV-ni saxlaya bilərsiniz. Yox, ƏDV yox idisə, quşu götürürsünüz, bəli. 105 manat 31 qəpik. Burada 2 istiqamətimiz var bizim, hətta 3 istiqamətimiz. Bu vəziyyətə siz nəzarət eləyəcəksiniz. Əgər malı satmışdım, müştərinin mənə borcu yox idisə, gətir indi mənə malı qaytarır, nə etməliyəm, onun kassadan pulunu qaytarıram, düzdürmü? Belə olduğu təqdirdə hesab seçirik burada və kassamızdan həm pul çıxır, əvəzində də mal qayıdır düşür bizim anbarımıza. Bu birinci istiqamət. İkinci istiqamət var. Mən malı satmışdım, müştərinin mənə borcu var idi. Malı geri götürürəmsə, avtomatik onun mənə olan borcunu sıfırlamalıyam. Belə olduğu təqdirdə əvəzləşdirmə var orada aşağıda diqqət eləsəz. Ona bir dənə push qoyursunuz. Sağ tərəfdə belə 3 xətt işarəsi var. Ona klikləyirik. Müştərinin borc qaymələri burada bizə görsənir. Qaymədən seçilədiyimizə görə
Deyə bilərsiniz ki, mən random bir qaymə də buradan seçib borcundan azalda bilərsiniz və yaxud da deyirsiniz ki, mən X nömrəli qayməni qaytarmışam. Elə X nömrəli qaymə üzrə də borcun gedib bağlasın onu. Elə olduğu təqdirdə yuxarıda görürsüz, yalnız geri alınan qaymələr var. Bir dənə push qoyursunuz ona. Hansı ki, məhsulu vacibat eləməmişdik qayməni. Həmin qayməni bizim üçün sistem filtr edib tapır burada. Bizim qaymən ödənişini aldıq amma. Almışıqsa, onda başqa bir qaymə üzrə borcundan azalda bilərsiniz. Hər hansı bir böyük qayməsindən, deyək ki, onsuz testdə, bəli. Burada manual şəkildə də yaza bilərsiniz və yaxud da ki, üçüncü bir dənə də, dördüncü bir variant da var burada. Yuxarıda görürsünüz, sıra ilə ödəmə var. Sıra ilə ödəmədə məbləği özünüz yaza bilərsiniz. Sistem köhnədə olan borcları özü bağlaya-bağlaya gələ bilər. Bu da bir variantdır, bundan da istifadə edə bilərsiniz. Təsdiq edə klikləyirsiniz aşağıda və əvəzləşdirmə. Bir dənə də ümumi təsdiq vurduğunuz təqdirdə əvəzləşdirmə tamamlanır. Üçüncü bir dənə də istiqamət avansdır, hansı ki, daimi müştəridir, mal almışdı, pulunu da vermişdi. Gətirir, indi məhsulu qaytarır bizə. Borcu yox idi deyə, hətta pulunu da istəmir. Deyir, pulum da qalsın sizdə. Yenə də mal götürəcəm sizdən bu yaxınlarda. Elə mənim sizdə olan vəsaitimlə borcumu əvəzləyərsiniz. Belə olduğu təqdirdə biz üçüncü gəlib avansa checklist qoyub pul vəsaitini daha müştəriyə qaytarmırıq, avansda saxlayırıq. Özümüzdə saxlayırıq. Bəli, sizə bir şey dediyim, bu 3 variant ki var idi. Nağd, əvəzləşdirmə, avans. Bunun üçünü də eyni anda da icra edə bilərsiniz. Yəni deyək kimsə olaraq müştəriyə məhsul satmışdım. 500 manatlıq. 200 manat mənə borcu qalmışdı. Gətirir mənə malı qaytarıram mısın? 100 manat əlinlə məndən pul alır. Deyir 200 manat sənə borcun var idi. Onu da bağla. Plus 200 manat qalır, onu da at saxla məndə avansda. Yəni bu prosesin üçünü də eyni anda da aparmaq imkanınız var. Bura 100 manat yazdım. Bu 100 manat özümdə saxlayıram. Yerə qalan 531-i də seçdiyim kassadan müştəriyə... Bəli, məxaric edib müştəriyə qaytarırsınız. Bəli. Təsdiq və növbəti keçid proses tamamlandı. Bu tamamı bildiriş verir sizə. Okey, təsdiq edirik. Məhsul qayıdıb düşdü ambara. Ambara düşən məhsul da, bu da tez-tez qarşılaşıram bu suallardan, müştərilərdən. Yəqin sizin üçün də maraqlı olar ki, yəni mən malı vazifət elədim. Bu mənim indi orada yazdığım 105-lə mi gəlib mənim maya dəyəri oturdu ambarıma? Yoxsa satanda hansı maya dəyəri ilə satmışdım, onunla mı gəldi oturdu? Nəzərinizə çatdırım ki, satanda əgər malımın maya dəyəri 80 manat idisə, 100 manata satmışdım. Vazifət eləyəndə də sistem orada satdığım qiyməti mənə göstərir 105. Və ambara da mədaxil gedir, yenə də 80 ilə gedir oturur. Yəni hansı qiymətlə idisə elə məndə birinci satanda, geri də götürəndə gedir həmin maya dəyəri ilə oturur. Sadəcə orada satış qiymətini ona görə verir ki, borc üzrə əvəzlənmə və yaxud da ki, müştərinin pulunu qaytarmaq istiqaməti üçün balansınız düz görsənsin orada. Aha, başa düşdüm. Geri qaytarma da eyni ilə geri alma, heç bir fərqi yoxdur geri almadan. Sadəcə burada ambarımızdan məhsul çıxır. Vazifət edirik məhsulu və məhsul bu səfər təchizatçıya qaytarılmış olur. Aha. Transfer ambarlarımız arasında məhsulların yer dəyişməsi, yəni bir neçə dənə ambarımız varsa, bir ambarımızdan digər ambarımıza məhsulları yer dəyişmə eləmək istəyiriksə, yəni buradan gəlirik adi qaydada bir-birinə bənzər zaten siyahı üzrə məhsulları seçdik, sayılarını yazdıq, təsdiq etdik. Bir dənə də ümumi təsdiq edə kliklədiyimiz təqdirdə bir ambardan çıxdı, getdi oturdu digər ambarımıza. Silinmə əməliyyatı var daha sonra. Silinmə ambardan məhsulun sıfırlanmasıdır. Silinmə o halda edilir ki, əlimdə malım var mənim, nə onu qaytara bilirəm, nə sata bilirəm, ziyan kimi qalıb ayağımda. Yəni deyək ki, satmışdım, buraxmalıydı. Təchizatçı ilə də danışdım, geri götürmür, remont edib sata da bilmirəm. Bir sözlə atıram da tullantı kimi atıram. Məhsulumu silinmə eləmək istəyirəm ambardan ki, gedib mənim xərcim kimi, bu ayın rasxodu kimi gedib otursun mənfəətçilərdə. Belə olduğu təqdirdə biz silinmə ilə həmin məhsulu ambardan azaltmaq imkanımız var. Silinmənin istiqamətləri var. Tək bir dənə şirkət xərci kimi biz silinmə etməyə bilərik. Silinmə sağ tərəfdə diqqət eləsəz, baş ofis yazır. Bəli, burada sistem bizə 4 istiqamət verir. İstehsal və yaxud da ki, tikinti şirkətləri olmayan müəssisələr adətən baş ofis istiqamətində silinmə edirlər. Yəni pərakəndədir, hazır mal da alır, satır. Onda nəsə bir buraxmal çıxanda, deyək ki, stakan satırdı, düşdü, sındı. Məcbur ambarda artıqdı deyə
onu silir anbardan. Bir ədəd azaltmalıdır yaxı. Gəlir silinməklə baş ofis istiqamətində silir ki, həmin ayın xərci kimi mənfəətlərə düşsün. İstehsal müəssisələri nə material çıxırsa çıxsın anbardan, istehsal olunacaq malın maya dəyərini əks etdirmək üçün silinmə eləyirlər anbardan. İndi inşallah istehsalata keçəndə ətraflı bununla bağlı danışacağıq sizdən. Onda istehsalatı seçib hansı zakazları var, hansı sifarişləri varsa, sifarişlərin hamısı çıxır burada. Konkret həmin sifarişə bağlaya bilirlər. Tikinti istiqamətində şirkətlər, fəaliyyət göstərən şirkətlər müqavilə, xatırlayırsa müqavilədə xərc mərkəzi məlumatını vermişdim sizə. Müqaviləni seçirlər ki, misal olaraq mənim X layihə tipli müqaviləm var, anbardan materiallar silirəm. Filan deyək ki, Abdullayev Elşadın müqaviləsinə gedib bağlansın. O layihə istiqamətində, o müqavilə istiqamətində anbardan silinmə edirəm. Dördüncü istiqamət bir dənə də var. Bu əslində standartlarda yoxdur. Amma sistem üçün tətbiq olunur. Çünki çoxlu müştəri feedbackləri gəlmişdi. Bu istiqamətdə biz bunu tətbiq elədik. Qaimə. Yəni mənim istehsal müəssisəsi istər olsun, istər layihə istiqamətində olan şirkət olsun, istər pərakəndə olsun. Satış eləyirəm və mənim satışla bağlı xərcim yaranır. Yəni müştəriyə bu A adında məhsulu satdım. Satan vaxtı müştəri üçün məcbur danışanda demişdim ki, hətta evə də gətirib mən çatdıracağam məhsulu. Mən satış elədim müştəriyə, məcbur boltu çağırdım və yaxud da ki, bir kuryer çağırdım, 5 manat verdim ona ki, filan ünvana get bu məhsulu çatdır. Bu xərci istəyir ki, konkret hansı satışla bağlı idi bu mənim xərcim. O satışın tərkibinə bağlasın ki, nəticədə bu satışdan konkret mənim qazancım nə oldu, onu izləyə bilsin. Belə olduğu təqdirdə qaimə seçilir. Bütün qaimələr burada çıxır. Bu adətən mən xərc istiqamətində getdim. Amma material istiqamətində danışanda isə ola bilər. Məhsul satmışdım məhsula, daha müştəriyə. Yolda gedəndə nə, kuryer saldı sındırdı. Və yaxud da ki, apardım müştəriyə təhvil verildi, bıraq çıxdı mal, təkrar gətirdi, qaytardı mənə. Əvəzində başqa anbardan mal verdim. Yəni məcbur yəni anbardan bir başqası ilə əvəzlərində. Elə olduğu təqdirdə biz satış qayməsini də silməyə ehtiyac yoxdur. Çünki biri bıraqdır, ayağında qalacaq. Digərini məcbur anbardan verirəm öz qiymətinə ki, başa-baş da müştəri məmnuniyyətinə görə. Belə olduğu təqdirdə misal olaraq götürürsünüz burada anbardan material məhsulu silirsiniz və hansı satışla bağlı idisə həmin satış qayməsinə bağlanılır ki, gedib onu rentabelliyində izləyək ki, bu satışla bağlı bizim filan materialımızı anbardan, filan məhsulumuzu anbardan sildik. Adətən bu məhsul silinməsi elə də çox olmur. Adətən bundan siz necə istifadə edə bilərsiniz? Xidmətlər əgər göstərirsinizsə, məsələn, təcrübədə görmüşük, yanğın doldurma balonları yoxdur. O istiqamətdə fəaliyyət göstərən şirkətlər daha o balon dolumunu istehsalatla aparmırlar. Xidmət kimi adlandırırlar. Balon dolumu deyək ki, 3 kiloqramlıq balon dolumu, 5 kiloqramlıq balon dolumu xidmətlər adlandırırlar. Xidmətə satırlar müştəriyə. Sonra həmin satışla bağlı deyək ki, nə material istifadə eləmədilər, o yanğın balonunun tozu olsun, nə bilim onun manometri, tətiyi olsun, rəngi olsun üzərinə vuran. Onu silirlər, bağlayırlar satış qayməsinə ki, satışın qazancını izləsinlər. Bir növ müqavilənin o layihə tipli müqavilələrə bənzərdir. Heç bir fərqi yoxdur. Sadəcə müqavilədə biz müqaviləyə bağlayırıq, qaymədə isə qaymənin özünə birbaşa bağlamaq imkanımız olur. Aha, aydındır. Və təbii ki, aşağıda da yenə eyni qaydada məhsullar əlavə olunur, sayların yazıb təsdiq edirsiniz, məhsul anbardan silir. Və yuxarıda qaldı artırma azaltma əməliyyatı. Xatırlayırsınızsa anbarda biz anbar sayımına toxunmuşduq sizlə bir yerdə. Aktlı formada biz sayım aparmaq istəyiriksə anbar sayımından tövsiyə olunur. Amma belə rus demişkə perisot olan görsəz vəziyyətlər olur. Alış eləyəndə bu malın sayını digər malın sayını yazmışam səhvən və yaxud da ki geri-alma olub bu malın əvəzinə. Yəni bir növdə bir-birinə bənzər məhsullardır, sayları qarışıq düşüb. Bunun sayı ona düşüb, onun sayı ona düşüb deyək ki. Mənə nə lazımdır? Sürətli formada bundan azaldım, bunu artırım. Məhsullarımın sadəcə saylarını sürətli formada, bir də anbar sayını nə yox, sürətli formada məhsullarımın sayını korreksiya yaparım. Burada yəni biz artırma ilə mal anbardan artıra bilərsiniz, azaltma ilə də məhsul anbardan azalda bilərsiniz. Və artırmada yox,
Azaltmada əgər istəsəz, adətən ona ehtiyac olmur, amma hər ehtimala qarşı biz onu tətbiq eləmişik ki, azaltmada əgər istədiyiniz təqdirdə azaltdığınız materialı xərciniz kimi də mənfəətlərdə göstərmə imkanınız var. Təbii ki, bu istəyə bağlıdır. Adətən xərc kimi göstərmək istəyirsənsə elə silinməklə də eləmək olar, amma azaltmada adətən xərc kimi yox, sadəcə dediyim kimi sayılar qarışıq düşüb bir-birindən, bu maldan azaldır, bu maldan artırmaq istəyirəm. Birindən artırıb, birindən azaldırıb. Bəli, və orada checklist var. Mənfəət zərərdə də öz əksini tapsınlar. Quş qoyduğunuz təqdirdə artıq gedib bu xərciniz kimi mənfəət və zərər hesabatında da öz əksini tapacaq. Ticari əməliyyatlar bundan ibarətdir, Vüsal bəy. Yəni proseslər özünüzdə diqqət elədirsə hamısı bir-birinə bənzərdir. Yəni elə də qeyri-adi, biraz ithal əməliyyatı da orada ki, hansı ki xərcləri orada əlavə elədik. Biraz da geri alma əməliyyatında o əvəzləşdirmə, sonra kassa avans məsələsi var idi orada. Amma qalan alışdır, satışlar hamısı bir-birinə bənzər proseslərdir. Bir neçə əməliyyat aparandan sonra zaten əl vərdişi, göz vərdişi öyrəşdirsə, sürətli formada əməliyyatların icrasını həyata keçirdə bilirsiniz. Bütün aparılan bu ticari əməliyyatlarla bağlı sənəd formaları da var. Müqavilədə olduğu kimi sol tərəfdə diqqət eləsəz, o endirmə işarəsi var, bəli. Şablon satış üçün sistem 2 dənə şablon verir. Bir çek dar uzun belə daxili çeklər var. Belə formada verilir. Bir də ki, təhvil təslim aktı formasında daima forması verir. Dediyim kimi, şablonları özünüz hazırlaya bilərsiniz. İndi yəqin ki, burada görürsünüz, prospektin logosu falan çıxdı orada. Qətiyyən buna görə narahat olmayın. Yəni, bu şablonu endirib, onun üzərində istənilən düzəlişləri aparıb bir dəfə yüklüyürsünüz sistemə və ondan sonra avtomatik sistem özü tərkibin üzrəsi dəyişir. Bütün sənəd formalarının öz sənəd forması var əməliyyatların. Sonradan qaimədə düzəliş eləmək istəsəz, silmək istəsəz əməliyyatı, 3 nöqtə ilə bu prosesi apara bilərsiniz qaimənin qabağında. Burada da bəlli yoxlamalar aparır sistem. Yəni, o da nəzərinizdə olsun ki, əgər qaimə üzrə hər hansı bir pul əməliyyatı olubsa, yəni satış eləmişdim, ödəniş də qəbul eləmişəm, indi gəlib həmin əməliyyatı silmək istəyirəm. Onun silinməsinə sistem birincisi icazə verməyəcək. Çünki artıq bu qaimə üzrə ödəniş qəbul olunur. Birinci onun maliyyə əməliyyatı silinməlidir. Daha sonra siz onu gəlib qaimənin özünü silə bilərsiniz. Amma deyək ki, 100 manatlıq satış eləmişdim, pul da qəbul olunub. Sonra da müştəri gəlir, əlavə bir dənə də məhsul istəyir. Mən daha bir də təzə qaymə açmıram. Amma mövcud bir dənə satış qayməsi var idi. Düzəliş edeyim, ona orada qayməni artırım. Onda problem yoxdur. Düzəliş edib qayməni artıra bilərsiniz. Ödəniş tarixi qurmaq imkanınız var. Eləcə də daxili kreditlər də tətbiq olunub sistemdə hissəli ödənişlə bağlı. Daxili kredit verən şirkətlər hissəli ödənişlər tətbiq edə bilərlər və yaxud da ki, bir dəfəlik ödəniş tarixi, deadline kimi bir növ tətbiq eləmə imkanınız var. Bu, həm sizin xatırlayırsınızsa birinci görüşdə Telegramla bağlı danışmışdıq. Həm Telegrama sizə bildiriş olaraq gəlir, həm də müştərinin özünə də istər SMS yolu ilə, istərsə də e-mail vasitəsilə müştərinin özünə də xəbərdarlıq məktubları göndərmək imkanınız var. Sol tərəfdə təbii ki, filtrlər hissəsidir. Filtrlər edə bilərsiniz. Orada axtarışlar zəngindir. Burada hətta filtrlərin özünün də korreksiyası. Necə ki, cədvəl tənzimləməsinə baxdıq bayaq təkliflərdə. Bu filtrlər üçün də keçərlidir. Yuxarıda görsəz, AS çarxa vursaz, burada hansı filtrlər sizə daha tez-tez lazım olursa onu ön sıralara çəkə bilərsiniz və yaxud da ki, lazım olmayanları çıxara bilərsiniz. Hətta burada seçilmişlər hissəsi də var, fixləmə. Yəni, mən ticarətə daxil olanda daim filan filtr daim seçilmiş olsun. İndi ola bilər ki, lazım oldu, bəli, əməliyyat növü yalnız satış seçilmiş olsun daima. Belə filtrlər də eləyib, bəli, yadda saxlayıb onu testing edə bilərsiniz. Belə, ticarət ümumi bundan ibarətdir. Biraz çox geniş danışdıq bugünkü, çünki əsas kommersial əməliyyatlardır daha çox fəaliyyəti olan istiqamət. İndi bir sonraki görüşümüzdə biz sizlə inşallah maliyyənin əməliyyatlarına baxarıq. Ya belə davam olaraq istəsəz istehsalata baxarıq. Ondan sonra bir dəfəlik maliyyəyə keçərik. Elə maliyyəyə keçəndə birbaşa ilə bütün ticarətin də üzərindən keçə-keçə maliyyə hissələrinə də toxunarıq inşallah sizə. Tamam, aydın. Belə, Vüsal bəy,
Bəli, test əməliyyatları aparın. Suallarınız da yaranarsa, WhatsApp qrupumuz daim aktivdir. İstənilən vaxt suallarınızı bizə ünvanlaya bilərsiniz. Aha, oldu Axın bəy, təşəkkür edirəm. Oldu, təşəkkürlər, sağ olun. Görüşərik. Sağ olun.